Tədbirin keçirilməsində əsas məqsəd ilkin səhiyyə xidmətləri göstərən tibb müəssisələrin strukturunun səhiyyənin idarə texniki təchizatının təkmilləşdirilməsinə həsr olundu. Bu məqsədlə Dünya Bankı Azərbaycana 5 milyon dollar vəsait ayırıb. 1996-cı ildən səhiyyə islahatlarına ilkin olaraq 5 pilot rayonları qatılıb. Quba, Neftçala, Lənkəran, Masallı və Səlyan. İslahatların ikinci etapına Gəncəbasar zonası və Şəmkir rayonu başlayıb. Eyni zamanda rayonlardan Xaçmaz, Naxçıvanın Şərur və Göyçə bölgələri cəlb olunub. Plenar konferansda toplaşan səhiyyə işçiləri bir-birləri ilə təcrübə mübadiləsi aparmaq üçün tədbirlər planını hazırladılar və bundan sonra görüləcək işləri müzakirə etdilər. Səhiyyədə bütün sahələrdə olduğu kimi çox böyük problemlər var. Səhiyyənin maddi texniki bazası çox zəifdir. Dərman təchizatı tam qaydasına hələ ki qoyulmayıb. Ümumiyyətlə, idarə olunmada da çox problemlər var. Kadrların keyfiyyətinin artırılması, onların profesional səviyyəsinin yüksəldilməsi, bunlar hamısı problemdir. Bir də maliyyə çətinliyi. Səhiyyə təşkilatlarının saxlanılması üçün büdcə vəsaitindən əlavə vəsait əldə eləmək və əhalinin sağlamlığının təşkili üçün əlavə maddi mənbələr axtarmaqdır. Maddi problemlərin bir hissəsinin həlli yollarını Adil Kərimov pulluq xidmət növlərinin genişləndirilməsində gördüyünü söylədi. Onun fikrinə görə bunun hesabına xəstəxanaları dərmanla təmin etmək, səhiyyə müəssisələrin maddi texniki bazasını yaxşılaşdırmaq mümkündür. Eyni zamanda pulluq xidmətdən əldə olunan vəsait tibb işçilərinin əmək haqlarının yüksəldilməsinə imkan yaradacaq. Pulluq xidmət bəzən əhalinin narazılığına səbəb olur ki, indiki dövrdə əhalinin imkanları az olan səviyyədə pulluq xidmətə keçid nə dərəcədə düzgündür? Əgər təsəvvür eləsəz ki, pulluq xidmət tətbiq olunmasaydı, tibb müəssisələrinin çox böyük bir hissəsi bağlanmalıydı. Ondan əlavə, əhalinin imtiyazlı kateqoriyaları var. Bilirsiniz, onları sadalamağa ehtiyac yoxdur və onların pulsuz təminatı üçün elə məhz pulluq xidmət yaradılıb ki, pulluq xidmətdən əldə olunan vəsait hesabına ödəniş qabiliyyəti olmayan əhaliyə pulsuz xidmət göstərilsin. Müsahibimiz onu da bildirdi ki, dövlət tibb müəssisələrində hazırda mövcud olan pulluq xidmət müvəqqətidir və gələcəkdə ləğv ediləcək. Eyni zamanda onun dediyinə görə pulluq xidmət göstərən özəl tibb ocaqları da inkişaf etdiriləcək. Konferansda çıxış edən Quba rayon mərkəzi xəstəxanasının baş həkimi Sarabəy Namazov islahatlar nəticəsində əldə olunmuş uğurlardan danışdı. O qeyd etdi ki, ilk növbədə Quba rayonunda çevik idarəetmə mexanizmi yaradılıb. Nəticədə ən ucal kənddən tutmuş rayon mərkəzinə qədər əhali tibbi xidmət almaq imkanı əldə edib. Çünki biz proqramdan bir xeyli geri qalırıq. Xüsusən də kəndlərdə onlara ilkin səhiyyə xidməti səviyyəsində 4 xidməti terapevtik, pediatrik, stomatoloji və ginekoloji xidməti almaq imkanı yaranıbdır və tibb müəssisələrindən ehtiyacı olmayan, əhalinin ehtiyacı olmayan, hazırki dövrlə bağlı fəaliyyətsiz tibb müəssisələri demək olar ki, onlar öz funksiyalarını ya rayon mərkəzi xəstəxanasının ya da poliklinikasının tərkibində davam etdirir, daha sərbəst formada deyil. Bütün bunların nəticəsində isə həm dövlət büdcəsinə qənaət olunur, həm də ki, əldə olunan, qənaət olunmuş vəsait hesabına digər işlərin görülməsi üçün, yəni digər ehtiyac olan sahələrdə işlərin görülməsi üçün imkan yaranır. Tərtər rayonun baş həkimi Məhəbbət Paşayeva bildirdi ki, rayonda adi sanitar maşınların olmaması çoxlu çətinliklər törədir. Qeyd edək ki, Tərtər bölgəsi cəbhə xəttinə yaxın yerləşir və əgər orada lazım olan avadanlıqlar olmasa, çox kritik və çətin vəziyyət yaranır. Plenum konferans 2 gün davam edəcək. Sabah isə konferans iştirakçıları Şəmkir rayona yola düşəcəklər. İlqar Ağayev, Mirgün Seyidzadə, Xəbər Plus.